Start fiti saatına baxdı və Kamal Umudlu bu maçı başlayır. Start fiti səsləndi, uğurlar arzulayaq hər 3 komandaya, hətta hər 4 komanda, 4-cü komanda olaraq. Ötürmə cərimə meydançasına, burada Pana. Tərs vuruş, amma top meydandan çıxır. Korner, güclən zərbə olacaq, qarşılaşmanın qarşılaşıblar. Onların altında Kəpəz 4. Hər hansı bir möcüzə baş verməsə, Kəpəz mövsümü sonuncu pillədə başa vurmayacaq. Bu arada Araz Naxçıvan hücumu, Felipe Santos. Penalti gözləyir burada Araz Naxçıvan futbolçuları. Kamal Umudlu davam dedi. Bu da təkrar. Hüseynli topu oynamışdı zənnimcə. Baxaq, bəli, burada. Ayağını bəlkə də bir qədər riskli atdı, amma topu oynamışdı. Və az qala burada. Kəpəz hesabı açacaqdı. Ötürmə etməliydi məncə burada. Camaldan səhv, Araz Naxçıvan təhlükəli gəlir, ötürmə, Felipe Santos, Rogerio Santos. Bu da təkrar, Bernardo Diaz, onun ötürməsi düz penalti nöqtəsi üzərində, istiqamətinə, düz penalti nöqtəsinin üzərində, Felipe Santos'un zərbəsi və Rogerio Santos bu zərbəni dəf edir, çərçivəyə gedir top, yerini düz seçdi, Kəpəzin kapitanı. Təkrar. Turan Manafov hücuma qoşuldu. Turan solda topu qəbul edir, ötürməsini edir. Cərimə meydançasına Luis Paçu. Zərbə də gəlir Cristian Avram yerində. Rati Ardızışvili. Qapıya paralel ötürmə. Zərbə və Cristian Avram. Bu da epizodun təkrarı. Kəpəzin sağ cinahdan hücumu. Qapıya paralel ötürmə. Burada müdafiəçilər Ömer Buludov səhvə yol vermişdi. Topu uzaqlaşdırarkən. Amma Luis Paçu çərçivəyə düşə bilmiş. Slavik Alxasov, o da irəli çıxıb. Slavik baxdı cərimə meydançasına. Uzaq küncə göndərməyə çalışacaq. Raman Maşado. Araz Naxçıvan əla fürsəti boşa verir. Yaxşı çıxmışlar əks hücuma. Raman Maşado baş zərbəsindən sonra çərçivəyə düşə bilmir. Bu da ardıcıl təkrarlar, fərqli rakurslardan. Turan Manafov keçdi mərkəz xətti. Yerdən oynayır. Luis Paçu, Luis Paçu, Luis Paçu'nun ötürməsi. Pana və son anda Igor Ribeiro. Təkrar Turan Manafov'un ötürməsi. Burada qayda pozuntusu gözləyirdi Araz Naxçıvan futbolçuları. Pana, zərbə o qədər də güclən zərbə. Ötürmə cərimə meydançasına və qapı tiri. Bəxti gətirdi Kəpəzin. Bu arada bir məqamı da söyləyeyim. Bugün aprelin 13'ü Azərbaycan futbolunun pressing bəhrəsini verdi. Elbir. Verdaşka. Sadiq. Kərim. Uzaqdan zərbə top qapıdan alıb keçir. Kərim Elkoça. Çərçivəyə düşə bilmir. Kəpəzin 10 nömrəsi. Hər şey ona doğru gedir. Bu nə qədər cəmi bir dəfə heç oynamışdı bu komandalar. Kəpəzin evdə ilk heçəsəsi də Araz Naxçıvanla bu artıq rəsmiləşdi. Çünki Kamal Umudlu final fitini səsləndirir. Kəpəz Araz Naxçıvan görüşündə qapılara qol vurulmadı. 0-0 hesablı bərabərlik.